Robotumuzun dərisinin zadını gizdirirlər və ortalığa həblə simpatik bir gədə çıxır. Sənətkar robotu gətirib öz ailəsi ilə tanış eləyir. Salam ana, sizin ayağınızın suyunu içim. Sənətkarın anası robotun adını Çeti qoyur. Ha bu nə hörmətsiz addır, çeti, yox bir qab dəsmalı. Sənətkar Çitini gətirir cəmaata təqdim eləməyə. Çitin deyəndə bunu təsəvvür eləyirəm. Çiti cəmaatın qəliz suallarına məharətlə cavab verir. 3-dən 2 çıxanda neçə eləyir? 1 eləyir. Super! Möhtəşəm, inanılmaz. Qaqam avtomatik məşhurlaşır civillər zad. Gördüğünüz avdayday sənətkarın müəllimi olub. Ha bu da düzəmənli robot düzəltmək istəyir, amma alınmır. Ona görə tələbəsinə çox paxıllıq eləyirdi. Götür silahı. Yaxşı, Yeməği demədim, tapancan zay. başa düşdük. Vur ora. Sən elə ancaq götümü yerləməyi yarıyarsan. Gördüğünüz abcivi sənətkarın sövgülüsüdür. Ha bu dağ kimi cahil robotu evə gətirib, yemək bişirərək, ev yığışdıraraq Çitin cındırını çıxardır. O şirinim, sonra turşiklərimi də yu, yaxşı. Bir sözlə arvad paltarı zad giyizdirib, yazıq robotu petoq